uşaqlıqdan həmişə filmlərə baxanda, Hollywood filmlərinə falan, yəni mənə çox maraqlı gəlirdi ki, aktyorlar döyüşür və ağzı burnu qanayır. Deyirdim, yəqin doğrudan döyürlərdi. Bilmirdim, yəni uşaq idim. Amma sonradan araşdırmağa başladım. Yəni özümdən kişi falan düzəldirdim, yara falan eləyirdim. Araşdırdım və baxdım ki, yəni bu işin də bir ustası var. Və belə marağım yarandı, həvəsim yarandı. Mədəniyyət və sənətkarlıq üzrə Bakı Peşə Təhsil Mərkəzində təhsil almağa başladım. Peşə mərkəzində mən qrim sahəsindən yanaşı pastijor sənətlərlə yiyələndim, hansı ki, yəni bığ, saqqal toxumaq. Əsas o məktəbdə cizgilərlə çalışmağı öyrədirdilər bizə. Üz cizgiləri, işığa görə, rəngə görə, kameraya görə. Yəni grimin bütün sirlərini öyrətdi. Göndərildik teatrlara, yəni özümüz seçirdik hansı teatra. Mən Gənc Tamaşaçılar Teatrını seçdim. Orada 2 ay təcrübə keçdim və ondan sonra iş həyatım başladı. Bir gün öncədən və yaxud da bir neçə həftə öncədən ssenari atılır. Mən o ssenarini oxuyuram, orada qeydlər aparıram, hansı aktyorda nə qrimi edəcəmsə, yəni onu mütləq qeyd eləyirəm. Materialım yoxdursa alıram. İşimizin əyləncəli tərəfindən də əlavə çətinliyi də var. Yəni müxtəlif günlərdə çəkilir. Aktyor məsəl üçün evə gedir, bir həftədən sonra otaqdan otağa keçməyi bir həftə sonra çəkilə bilər. Yəni mütləq saçda, saqqalda eyni olmalıdır. Üzündə yarası varsa eyni olmalıdır. Ən çətin tərəfi gecə çəkilişlərdir. Hansı ki, biz sutkalarla yatmırıq, səhərə qədər çəkilişlər gedir. Hər çəkilişin öz qrimi var. Məsələn, teatrda daha kəskin olmalıdır, filmdə daha dəqiq olmalıdır. Mərkəzimizdə qrimçi pastijor ixtisası üzrə tədris həm nəzəri, həm də praktiki cəhətdən yerinə yetirilir. Tələbələrimiz burada nəzəri biliklərlə yanaşı, praktiki təcrübələr də keçirlər. Nəzəriyyədə öyrəndikləri üsulları, qrim üsulları, qrimin yaradılması, eyni zamanda materialşünaslıq fənnində istifadə etdikləri materialların tərkibini öyrənərək daha dəqiq qrim prosesi yerinə yetirirlər. Tələbələrə üz anatomiyası, kəllənin quruluşu, dəri tipləri, rənglərin düzgün seçimi, isti rənglər, soyuq rənglər, pastij məmulatlarının hazırlanması, pariklərin toxunması və xüsusi effektlərin yaradılma texnologiyaları öyrədilir. Təlim zamanı sanitariya-gigiyena qaydalarına riayət etmək, allergik reaksiyaların qarşısını almaq üçün istifadə olunan ləvazimatları düzgün seçmək, fırçalarla işləmək qaydası, alət və avadanlıqlarla təhlükəsiz şəkildə işləmək qaydası öyrədilir. İki illik təhsilini tam başa vurmuş tələbələr texniki peşə təhsili haqqında diplom əldə edirlər. Həmin diplom vasitəsilə Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları, mədəniyyət mərkəzləri, teatrlar və bir çox filmlərdə qrim ustası kimi fəaliyyət göstərə bilirlər. Qrimçi pastijor ixtisası bizim peşə təhsil mərkəzində tədris olunur. Bunun üçün də bu ixtisasa müraciət edən şəxslərin sayı getdikcə artır. Qrimçi hər şeydən öncə rəssam da olmalıdır, görən gözü olmalıdır, mütləq fantaziyası olmalıdır, düşünən bir beyni olmalıdır. Yəni daim araşdırmalıdır.